Qardaş, bayaq mənə dedilər ki, Beysət bayramı mübarək. Bu nə deməkdir? Beysət Həzrət Məhəmməd sallallahu aleyhi və alihi və səlləmin peyğəmbərliyə seçilməsi və onun risalətinin başlanmasıdır. Məşhur nəzərə əsasən bu hadisə 40-cı fil ili Rəcəb ayının 27-si baş verib. Bu yüzdən Əhl-i-Beyt tərəfdarları bu günü məbəs bayramı kimi qeyd edirlər. Peyğəmbərin Beysəti İslam dininin başlanğıcı və Hicazda bütpərəstliyin kökünün kəsilməsinə start verilməsi idi. Əlbəttə, İslam dini deyərkən təkcə Məhəmməd peyğəmbərin şəriəti nəzərdə tutulmur. Bütün peyğəmbərlər İslam dinini təbliğ etmişlər. Sadəcə zamanla onların təbliğ etdikləri cəmaət tərəfindən müəyyən ad halına salınmışdır. Yoxsa ki, hər bir peyğəmbər eyni şeyi təbliğ edib. Bir də qeyd edim ki, bəziləri niyə peyğəmbərə dair heç nəyi qeyd etmirsiniz deyirlər. Xeyr, bizə Allah Rəsulunun özü qarışıq hər bir əlamətdar günü önəmlidir. İstər doğum günü olsun, ya peyğəmbərliyə seçildiyi gün olsun, yaxud vəfat günü olsun və s. İslamda iki bayram var. Qurban, bir də ki, Ramazan. Peyğəmbər özünə belə bayram keçirib. Yenə də başlandı. Beysət bir nəfərin Allah tərəfindən peyğəmbər seçilməsi və onun peyğəmbərlik dövrünün başlanmasıdır. Əlbəttə, bu bütün peyğəmbərlərə şamildir. Lakin müsəlmanlar arasında Beysət sözü işlədilərkən dərhal zehinə peyğəmbərimiz gəlir. Qurani Kərimdə Beysət oyatmaq, insanları hidayət etmək, yəni onlara yol göstərmək üçün peyğəmbərlər göndərmək, habelə ölüləri diriltmək və bir yerə toplamaq mənasında işlədilib. Quranda peyğəmbərin göndərilməsi minnət ifadəsi ilə işlədilib. Minnət mən sözündəndir. Ölçü üçün işlədilən daş mənasındadır. Ağır və dəyərli bir nemət əta etməyə də minnət deyilir. Peyğəmbərin göndərilməsi malik olduğu çoxlu təsir və bərəkətə görə minnət, yəni olduqca böyük bir nemət kimi verilib. Məşhur rəyə əsasən Peyğəmbər 40 yaşında, başqa bir rəyə əsasən 43 yaşında peyğəmbərliyə seçilib. Əlbəttə, məbəs gününün nə zaman baş verməsi barədə başqa rəylər də var. Bu hadisə Hira mağarasında baş verib. Mən bu haqda ayrıca danışmışam. Peyğəmbər Hira mağarasında olarkən təfəkkür və ibadətlə məşğul olurdu. Ələq surəsinin ilk ayələrinin nazil olması ilə onun peyğəmbərliyi başlandı. Ardınca Müddəssir surəsinin ilk ayələri nazil oldu. Həzrət Peyğəmbər əvvəlcə həyat yoldaşı Xədicə xanımı, daha sonra əmisi oğlu Əlini bu hadisədən agah etdi. 3 il sonra Şüəra surəsinin 214-cü ayəsi nazil oldu. Ən yaxınlarını xəbərdar et. Peyğəmbər yaxınlarını peyğəmbərliyindən agah etdi. Həmin il Hicr surəsinin 94-cü ayəsi nazil oldu. Elə isə sənə əmr olunanı aşkar et və müşriklərdən üz çevir. Artıq bu dəvəti ümumi etmək lazım idi. Birinci dəfə Üqqaz bazarında öz dəvətini etdi. Bu bazarda cəmaət ticarət üçün yığışır, orada yeni şeirlər, müxtəlif hekayələr danışırdılar. Əbu Ləhəb və bir sıra adamlar bu əsnada Peyğəmbəri incitməyə başladılar. Lakin Əbu Talib bunun qarşısını almağa çalışdı.